Geliş haqqı oldu 60 qəpik. Metro və avtobus. Baxın, rayonlardan kasıb balaları gəlib indi giriblər universitetlərə, texnikumlara. Pul yox, iş yox. 400 manata, 500 manata bir otaq götürüb 3-4 dənə tələbə qalır, əziyyət çəkir. Dövlət onlara yardım eləmir. Və gediş haqqı 60 qəpik. Tutaq ki, biri oxuyur Baksovetdə. Yaşayır, harda? Mərdəkanda kirayə tapır. Bu adam, tələbə, məktəbə gəlmək üçün ən azından 2 marşrut dəyişməlidir. Bir marşrutda minməlidir, gəlməlidir metroya. Metrodan da düşüb getməlidir. Harda? Baksovetdə düşməlidir ki, getsin dərsinə. 2 marşrut dəyişir. 1.20, hələ ən yaxşı halda 2 marşrut deyirəm. 1.20 gezməyi, 1.20 qayıtmağı. Nə qədər eləyir? Belə doğru deyilmə. 2 manat 40 qəpik bir gündə. 5 günə vuranda nə qədər eləyir? 12 manat. 12 manat bu tələbə, yetim. Bir ay nə qədər eləyir? 48 manat. Bu 48 manat sadəcə tələbənin gedib gəlmək pulusudur. Bunun yeməyi var, içməyi var, geyinməyi var. Hardan alıb verəcək? Harda işləməlidir tələbə ki, hələ bu ayda yol pulu versin, getsin, gəlsin və özünün də paltarını alsın, kirayəsini versin. Niyə? Nətər olur dostlar, qardaşlar? Ermənistanda tələbələr gediş haqqı bütün hər şeydən, istəyir orta məktəb tələbəsi, istəyir ali məktəb tələbəsi, bunlar Ermənistanda pulsuzdur. Nəqliyyatdan istifadə edirlər. Kartdır, elektron kartla. Və sənə hər dəfə, hər gedişində pensionerlər üçün 20 qəpikdir, tələbələr üçün 50 qəpik. Yəni qəpik gəndə tetri, 50 tetri. 90 dəqiqə ərzində şəhərdə istənilən marşruta, avtobusa, metroya 90 dəqiqə istəsən 10 dəfə geri çıx. Adi vətəndaş olaraq 1 lar ödəyirsən, 1 lar. 90 dəqiqə ərzində 1 larda istəyirsən 10 dəfə marşrut değiş, 10 dəfə metroya min çıx, səndən ödəniş çıxmır. 1 lari nə qədər eləyir bizim pulla? Harcı 60 qəpik. Deməli 60 qəpikdir, 90 dəqiqə nə istəyirsən min eləmə. Bizdə 60 qəpiyə bir dəfə bir astronomka edəcəksən, bir dəfə minə bilərsən. İstəyir metro olsun, istəyir avtobus olsun. Görün Gürcüstanla bizdə nə qədər fərq var dostlar, qardaşlar. Müəllimlərə, az yaşlı uşaqlara bağça, məktəb. Müəllimlər güzəştli şəkildə onların kartı ayrıdır. Sonra əlavə bir kart da var. Aylıq ödəniş, əgər çox nəqliyyatdan istifadə edirsənsə, həftəlik 20 lari ödəməklə limitsiz istifadə edə bilirsən bu kartdan. Yəni bütün şəhər daxili nəqliyyatlardan istifadə edə bilərsən. Qazilər zat pulsuzdurmu? Polislərlə qazilərin nəqliyyata fərqi nədir onda deyil? Hamısının öz kartı var. TK-çinin, tələbənin,